Belə bir sualın izahına baxaq. Y bərabər x minus 3, y bərabər x plus 2 bölü 2 düz xətləri və OY, yəni ordinat oxu arasında qalan qapalı hissənin OY oxu ətrafında 60 dərəcə fırlanmasından alınan cismin həcmini tapaq. Biraz çətin sual olacaq bu. Bunun qrafikini qurmaq lazım olacaq. Biz əvvəlcə qrafiki quraq. Y bərabər x minus 3-ün qrafikini qurmaq üçün yeniydik biz. Y oxu, x oxumuz. Y bərabər x minus 3 funksiyasının qrafiki, düz xəttinin qrafiki y oxum mənfi 3-də kəsir, mənfi 3-də. X oxum da 3-də kəsir. Bunları bilirik artıq biz. Çox da bunun üstündə dayanmayaq qrafikin qurmağın. Deməli, qrafik olacaq bu cür. Y bərabər x plus 2 bölü 2-nin qrafikini qurmaq istəsək, x-a 0 versək, y oxunu 1-də kəsir, funksiyanı 0-a bərabər etsək, x-i mənfi 2-də kəsəcək. Bunlardan keçən düz xətt isə, onda bu cür olacaq. Təxminən yenə mən qrafiki çəkdim, bu cür. Bura 1, bura mənfi 2. Gördük. İndi bizə deyir ki, qapalı hissə, bunlar və OY oxu. OY oxunu da biz görürük. Bu OY oxu arasında qalan qapalı hissənin. Qapalı hissə bax buradır. Söhbət bundan gedir. Biz əvvəla burada kəsişmə nöqtəsinin koordinatlarını təyin etməliyik. Burada kəsişmə nöqtənin koordinatı A nöqtəsi olsa, biz bilirik ki, kəsişmə nöqtəni tapmaq üçün iki funksiyanı bir-birinə bərabərləşdiririk. Onda buradan çarpaz vursaq 2x minus 6 bərabər x plus 2 alınır ki, x bərabərdir 8. X-i 8 tapdıqsa yerinə yazsaq hər hansı bir funksiyada y-də 5 tapmış olarıq. Yəni bu kəsişmə nöqtəsinin absisi 8-dir, ordinatı isə 5-dir. Yaxşı. Bunu biz qurduq qrafikin. Amma bizə lazım olan rəngli hissə olduğu üçün digər hissələri silməyə çalışacağım. Yəni yenidən çəkəcəm o qrafiki ki, anlaşıldı olsun. Yenidən çəkəcəm burada. Demək, bu belə. Aha, bu belə. Y oxu, x oxu. Həmin o şəkil təxminən buydu. X. Deməli, şəkil buydu. Kəsişmə nöqtəsi o A nöqtəsi də buradır. Buranı biz 8, burada 5 idi. Eyni bu əvvəla rəngli hissə OY oxu ətrafında tam fırlansa, belə bir şəkil alınacaq. Yəni tam fırlandığı üçün məlumdur ki, yuxarıda və aşağıda dairə cızacaq. Dairə cızacaq bu cür. Ümumiyyətlə biz bu rəngli hissənin həcmini tapmağa çalışa bilərik. Bu nöqtə 1 nöqtəsi idi. Bu nöqtə də mənfi 3 nöqtəsi idi. Onda biz rəngli hissənin həcmini tapa bilərik. V rəngli bərabərdir. Bundan ötürü nə edərik? Ümumi konusun həcmindən, yəni böyük konusun həcmindən kiçik konusun, yuxarıda qalan kiçik konusun həcmini çıxarıq. Onda bərabərdir 3-də 1, yəni birinci böyük konusun həcmi 3-də 1 pi r kvadrat. Bunun radiusu elə 8-dir. Çünki absis A nöqtəsinin absisi 8 olduğu üçün radius 8-dir. Pi r kvadrat. Hündürlük. Ümumi hündürlüyümüzə diqqətlə baxsaq, ordinat oxum 5, yuxarısı 5-dir, aşağıda da 3 vahidi var. Ümumi hündürlüyümüz oldu 8. Çıxılsın 3-də 1 pi r kvadrat. R kvadrat. Yenə də radius 8-dir, pi r kvadrat. Hündürlük, bax bu hissədir. Bax, buradır hündürlüyümüz. Burada bizdə 4 olacaq. Çünki ümumi 5-dən 1 çıxarıq, olar 4. Bunu sadələşdirib hesablasaq, alınar 256 pi bölünsün 3. Bu ümumi rəngli hissənin həcmidir. Amma bizdən soruşdu ki, 60 dərəcə fırlatsaq. Biz bunu tapdıq ki, tam fırlanmadan alınan cismin həcmidir. Amma 60 dərəcə fırlatsaq nə baş verər? 60 dərəcə 360-ın 6-da 1 hissəsi olduğu üçün tapdığımız həcmin 6-da 1 hissəsini hesablayarıq. İxtisardan sonra doğru cavab 128 pi bölünsün 9 olacaq. Doğru cavabımız Y variantı.